pərəstiş etdiyimiz insan Onun həyat filmdə, haqqında hər şeyi bilirik. bir filmdə əlinə bir kitab alsın, qaçıb gəlib o kitabı alıb başlayır oxumağa. Heç sevirik, sevmirik o kitabı, bizim maraqlarımızın çox fərqi yox. Sadəcə o insana pərəstiş eləyirik Sadəcə o deyə. insanı sevirik deyə. O insana münasibətimiz müsbətdir deyə. Elə bir şüur altımız bizə deyir ki, o mənfi heç nə eləməz də. Ona qulaq as. Valideyn olaraq o mövqedə olmalıyıq, amma təəssüf ki, uşaqlarla üz-göz olduqca özümüzü hörmətdən salırıq. O hörmət hissəsi məhv olub gedir. Bəzən valideynlər uşaqlarla danışanda elə sözlər işlədirlər ki, xüsusilə onların şəxsiyyətlərinə yönəlik, düşünün, şəxsiyyətini təhqir etdiyim insandan gələcəkdə bir şəxsiyyət olmasını gözləyirəm. Bu necə ola bilər ki? Ona görə də uşaqlara onları görmək istədiyimiz şəxsiyyət nədirsə, sanki eləymişlər kimi yanaşmaq lazımdır.